Sulu qar yağacaq və güclü külək əsəcək. Gündəm xəbər nefrində 13 yanvar tarixidir və yanvarın 14-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah 14 yanvar tarixində Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq. Bəzi yerlərdə intensivləşəcək. Ayrı-ayrı yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu gecə 1-4 dərəcə isti olacaq. Gündüz isə havanın temperaturu müəyyən qədər isti olacağı gözlənilir. Azərbaycan rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq, sulu qar və dağlıq və eləcə də dağ ətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz isə 5-9 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz isə 0-3 dərəcə şaxta olacağı gözlənilir.